Bütün aylara keçərlidir bu arada bu. Ayın ikisi, 11-i, 20-si və 29 tarixində dünyaya gəlmiş insanlardır. Bu insanlar şuur say 2-lər sayılır. Davamlı olaraq insanları başa düşmək istəyirlər. Əgər bir hər şey idarə eləmək istəyirsə, barmaq qabaqdaca ki, sən filan şeyləri eləməlisən deyirsə, 2 daim olaraq insanları anlamaq istəyir, başa düşmək istəyir, daha bir yumşaqdır. Həmişə şuur say 2-lərlə danışanda istəyirsən ki, danışasan. Mənim seanslarımda olur, bəzən onlayn danışıram, o qədər belə diqqətlə baxırlar ki, qulaq asır, başa düşmək istəyir. Deyirəm, bəlkə internetdən olub tərpənim deyə bayağı insanları anlamaq istəyirlər və qərar vericilikdə çətinlik çəkirlər. 2 ayaq üstə dayanır. Eləyimmi, eləməyimmi? Eləyimmi, eləməyimmi? Deyimmi, deməyimmi? Gedimmi, getməyimmi deyə çox fikirləşirlər. Ən tez depressiyaya düşən insanlardır. Həmçinin insanları anlamağa bacarırlar bu adamlar. Diplomatlar, psixoloqlar sayılırlar. Hər kəslə münasibət qurmağı bacarırlar. Hamı ilə dil tapmağı bacarır. Yəni su kimidir. Hansı qaba düşəcək, o qabada uyğunlaşacaq. Şuur sahibçilərdir. Mənfi tərəflərində isə depressiya var, manipulyasiya var. Özünə lazım olanda çox yaxşı da insanları manipulyasiya edə bilir. Növbəti tarix